Salam, dəyərli izləyicilər. İndi sizə 2 noyabr tarixində Kaspi Təhsil Mərkəzi tərəfindən keçirilmiş 11-ci sinif 1-ci blok və 2-ci blok sualların icazətini verəcəm. Onu qeyd edeyim ki, hər iki blokun ilk 27 sualları eynidir, son 3 suallar fərqlidir. Yəni ilk 27 sualdan sonra 3 sual 1-ci qrupun, 3 sual da 2-ci qrupun ayrıca sualların icazətini verəcəm inşallah. Kanala abunə olmağı və videoları bəyənməyi unutmayın. Başlayaq ilk sualdan. 2a kvadrat çıx 2b kvadrat bölünsün 5a çıx 5b 2 olarsa a plus b cəmini soruşur. Sürətdə orta vuruq kimi 2 metrizə xaricinə çıxartsaq 2 vurulsun a kvadrat çıx b kvadrat. Məxrəcdə də 5-i çıxartsam 5 vurulsun a çıx b alınır. Bu da bərabərdir. Sürətdəki ifadəni belə yazırıq. 2 vurulsun a çıx b, a plus b. Bölsün 5 vurulsun a çıx b. Burada a çıx b'ləri ixtisar apara bilərəm. Çünki a çıx b məxrəcdə olduğu üçün deməli artı 10 nəzərə alınıb ki, yəni a b-yə bərabər ola bilməz. Ona görə a b-yə bərabər olsa mənasız olacaq. Bu şəkildə ixtisar edə bilərəm. Onda burada alınır 2 vurulsun a plus b-nin 5-ə nisbəti bərabərdir nəyə? 2-yə. Burada 2'lər ixtisar gedəcək. 2'lər. Və alınır a plus b-nin 5'ə nisbəti 1'ə bərabər. Burada çıxır ki, a plus b bərabərdir 5. Yəni doğru cavabımız burada C variantı 5'ə bərabərdir. İkinci sualımız a çıx 2b-nin modulu üstəgəl b çıx 3-ün kvadratı bərabər 0. Deməli a çıx 2b-nin modulu. Modulun nəticəsi heç mənfi deyil də. Bu böyük bərabər 0'dır. B çıx 3'ün də kvadratı heç mənfi deyil. Bu da böyük bərabər 0'dır. Kvadratları, yəni bu iki ifadənin cəmi o zaman 0 ola bilər ki, yəni hər ikisi 0 olsun. Həm bu ifadə, həm də bu ifadə 0 olsun. Yəni biri 0-dan böyük olsa nəticə 0 ola bilməz. Hər ikisi 0 olmalıdır. Burada yazırıq ki, a 2 b-yə bərabər olmalıdır. B də 3 olmalıdır ki, hər ikisi 0 olsun. B 3. B-nin qiyməti burada yenə yazsaq, a da alınacaq 6. A, B hasilini soruşur. A, B hasili 6'nı 3'e vuranda 18'e bərabər. Yəni doğru cavabımız E variantı 18'e bərabərdir. Üçüncü sualımız mənfi 4,2 ədədinin tam hissəsi ilə mənfi 3,6 ədədinin kəsr hissəsinin hasilini tapın. Baxırıq, mənfi 4,2'nin tam hissəsi. Tam hissəsi bərabərdir. Ədədin tam hissəsi verilmiş ədəddən kiçik ən böyük tam ədəddir. Və yaxud da ona bərabər ən böyük tam ədəd. Deməli, tam ədəd olanda özü olacaq. Tam ədəd deyilsə, verilmiş ədəddən kiçik ən böyük tam ədəd olacaq. Bundan kiçik ən böyük tam ədəd mənfi 5'dir. Mənfi 5. İndi mənfi 3,6'nın kəsr hissəsi. Əvvəlcə mənfi 3,6'nın tam hissəsini tapıram. Bunun tam hissəsi mənfi 4'dür. Bunun kəsr hissəsini tapmaq üçün ədədin özündən çıxmalıyıq onun tam hissəsini. Mənfi 3,6 plus 4 olacaq 0,4. Deməli bunun tam kəsr hissəsi 0,4'dür. Deməli mənfi 5'i vurmalıyıq 0,4'ə. Mənfi 5'ə 0,4'ə vuranda bizə verəcək mənfi 2'ni. Yəni doğru cavabımız 3-də variantı. Dördüncü sual. Dördüncü sualımız belədir. Üçbucaq ABC-də BK tənböləndir deyir. BK tənbölən. Deməli bu şəkildə olsun. BK tənbölən AB, bu da C. İndi AB-ni verib 10, CB-ni 6 verib, AK-nı 5 verib, CK-nı soruşur X. İndi tənbəlin xassəsini yazıram. Tənbəlin xassəsi nə idi? AB-nin AK-ya nisbəti bərabərdir BC-nin CK-ya nisbəti. Onda yazırıq. 10'un 5'ə nisbəti 6'nın X-ə nisbətə bərabərdir. 10x bərabərdir 30'a, x bərabərdir neçə? 3. Deməli cavabımız 3'ə bərabərdir. Yəni doğru cavab burada C variantı 3'ə bərabərdir. 5-ci sualımız Euler-Venn diaqramına əsasən B çoxluğunun alt çoxların sayı A çoxluğunun elementləri sayından A çoxluğunun elementlərin sayından nə qədər çoxdur?
İndi baxırıq ki, B'nin 4 dənə elementi var. Ona görə B'nin alçoxluq sayısı olacaq 2 üstü 4, 16. 16 sayda alçoxluğu var. İndi deyirik ki, B'nin alçoxluq sayısı A'nın elementlərinin sayından nə qədər çoxdur? A'nın elementləri 1, 2, 3, 4, 5. 16'dan da 5 çıxanda nəticə olacaq 11. Deməli 11 vahid böyükdür. 6-cı sual. A, B natural ədədlərdir. A plus B cəmi 14 olarsa, B plus 7 bölünsün A plus 1 kəsirin ən böyük qiyməti tapın. Kəsir o zaman ən böyük qiymət alır ki, məxrəc minimum olsun və sürət də maksimum olsun. B'ni maksimum seçməliyəm, anda minimum. A da belə naturaldır. B'ni 13 seçəcəm. A'nı isə 1. 13 plus 7 bölünsün 1 plus 1. 20'nin 2'ye nisbəti nəticə olacaq 10. Yəni doğru cavabımız burada Y variantı 10'a bərabərdir. 7-ci sual. Bərabəryanlı üçbucağın xarici bucaqlardan biri 55 dərəcədir. Onun təpə bucağını tapın. Aydın məsələdir ki, bərabəryanlı üçbucaqda, indi üçbucağı çəkim ilk öncə. Bu bərabəryanlı üçbucaqdır. Dediği xarici bucaq oturacağın xarici bucağı olmayacaq. Yəni bura olmayacaq. Çünki bura 55 olsa əgər, bura olacaq 125, burada 125. Gəldi ki, daxili bucağın cəmi 250'ni keçir. Ona görə bu yanlışdır. Demək, xarici bucaq dediği təpədəki xarici bucaq olacaq. Yəni, bura olacaq 55 dərəcə. İndi ki, onun təpə bucağını soruşur. Təpə bucaqda bura olduğu üçün 180'dən 55 çıxmalıyam, olacaq 125 dərəcə. Doğru cavabımız burada B variantı 125 dərəcəyə bərabərdir. 8-ci sual. A çıxılsın 2 böl A 3 olarsa, A kvadrat üstəgəl 4 böl A kvadrat plus 2 ifadəsinin qiyməti tapın. Verilən bu ifadəni belə yazırıq. Baxır, çıxma verildiyi üçün yazırıq A çıxılsın 2 böl A'nın kvadratı. Bunun açılışında A kvadrat var. 4 böl A kvadrat var. 4 böl A kvadrat. Bir də çıx 4 var. Burada çıx 4 yoxdur axı. Ona görə topla 4 yazmalıyam. Bir də topla 2 var qarda. Topla 2 yazmalıyam. Bu da bərabərdir 3'ün kvadratı üstəgəl 6. Yəni olacaq cavab 15. Yəni doğru cavabımız D variantı 15'e bərabərdir. 9-cu sual. AB və BA plus 45 şərtini ödəyən neçə AB rəqəmli ədədi var? Deməli, AB nə deməkdir? 10A plus B bərabərdir 10B plus A üstəgəl 45. İndi A'nı sola keçirəcəm 9A, B'ni də sağa keçirəcəm 9B plus 45 alınacaq. Hər birini 9'a bölsəm, A bərabərdir B plus 5. İndi təbii ki, burada B 0 ola bilməz. Birinci rəqəm olduğu üçün B minimum 1'dən başlayır. B 1 ola bilər. 1'dən B 4'ə qədər ola bilər. B-nin yerinə 5 yazsam, A alınacaq 10. A da rəqəmdir. 2 rəqəmli ədəd ola bilməz. Yəni ədəd ola bilməz. Deməli, B 1'dən başladığı üçün 1, 2, 3, 4. Deməli, 4 dənə 2 rəqəmli ədəd var. Həmin şərti ödəyən. 10-cu sual. Şəkildə AB 3, AC-ni soruşur. İndi bunu sinuslar teoreminin vasitəsilə yazmaq olar, amma mən onunla yazmayacağım. İndi burada göstərəcəm. Deməli, buranı 45 dərəcə verib. Bura 3, bura x. 45, 75, 120 yerdə qalır 60 dərəcə. Bura olacaq 60 dərəcə. Buradan hündürlük çəksəm mən, burada 45 olacaq. 45. Mən bura y desəm, burada y olacaq. Burada olacaq 30 dərəcə. 30. İndi 45'in qarşısı y-dir, 90'ın qarşısı 3'dürsə, deməli 90'ın qarşısı y-in kökdə 2 misli olacaq. Yəni Pifagordan çıxır. Deməli y bərabərdir 3 böl kökdə 2. Yəni sol tərəfdəki üçbucağa görə yazdım, y tapdım. İndi sağ tərəfdəki üçbucağa görə baxıram ki, y 60'ın qarşısıdır. 60'ın qarşısı y-dir. 30'un qarşısı 60'ın qarşısını kökdə 3'ə bölməliyəm. 60'ın qarşısı y-dir. Bunu kökdə 3'ə böləndə 3 böl kökdə 6'dır. 3 böl kökdə 6. 30'un qarşısı 3 böl kökdə 6-dırsa 90'ın qarşısı da bunun kimisidir. Yəni olacaq 6 böl kökdə 6. Burada qoşmasına vursaq elə kökdə 6 alınacaq. Doğru cavabımız B variantı. Dediyim şəkildə sinuslar teoreminin vasitəsilə yazmaq olar.
Yəni 3-ün sinus 60-a nisbəti bərabər x-in sinus 45-ə nisbəti. Bu daha tez çıxır, amma mən bu şəkildə daha yazdım. Yəni doğru cavabımız B variantı köşdə 6-ya bərabərdir. 11-ci sual. Bir hərdisinin qüvvəti 33 olarsa eni tapın. Bir hərdisinin qüvvəti dəyişənlərin qüvvətləri cəmidir. Dəyişənlərin qüvvətləri cəmi tapsaq 5 üstəgəl n üstəgəl 7 üstəgəl 5 bərabər 33. N üstəgəl 17 bərabər 33-ə n bərabərdir 16. Yəni doğru cavab burada 16-ya bərabərdir. 12-ci sual. İki paralel düz xətti, üçüncü düz xəttlə kəsdikdə alınan daxili bir tərəfli bucaqlar 2-3 ədədləri ilə tərs münasibdir. Böyük bucağı tapın. Böyük bucağı soruşur. Deməli deyir ki, 2 və 3-dən tərs münasib. Yəni 2-də 1, 3-də 1 nisbətindədir. 2-nin 3-ünə 2 6, 6-ya vursam, deməli 3 2-lə düz münasib olacaq. Deməli bura 2K-dır, burada 3K-dır. Bunların cəmi 5K. Daxili bir tərəfli bucaqların cəmi 180-dir. 5K 180-dir. K-nır burada 36 dərəcə. Bizdən böyük bucaq soruşur. Böyük bucaq da 3K-dır. 100 dəfə 36, 108 dərəcə. Yəni doğru cavabımız burada C variantı. 13-cü sual. Alfa və beta bucaqları uyğun tərəfləri perpendikular olan bucaqlardır. 2 alfa plus beta 210 dərəcə olarsa, alfa bucağının ən böyük qiymətini tapın. İndi burada nə fikirmək lazımdır? Burada iki hal mümkün ola bilər. Alfa ilə beta uyğun tərəfləri perpendikular olan müxtəlif adlı və ya eyni adlı ola bilər. Birinci hal eyni adlıdırsa alfa betaya bərabərdir. O zaman alınacaq burada 3 alfa bərabər 210 dərəcəyə. Alfa alır neçə? 70 dərəcə. Müxtəlif adlıdırsa alfa ilə betanın cəmi 180-dir. 180. 2 alfa plus beta da 210'a bərabərdir. İndi baxaq gör nə alır. İndi tərəf-tərəfə çıxsaq, alınır alfa bərabərdir 30 dərəcəyə. Alfanın böyük qiymətini soruşduğu üçün cavabımız olacaq burada 70 dərəcə. 14. Çox hərdisinin vurulardan biri aşağıdakilərdən hansıdır? Vurulardan biri aşağıdakilərdən hansıdır? Bu artı görünür də. Verilən ifadə A çıx 2B ilə A çıx B-nin hasilidir də. Yəni doğru cavabımız elə olacaq A variantı. Sada sualı da bunu keçəcək. 15-ci sual. Düzbucaqlı üçbucağın iti bucaq təpələrindən çəkilən medianların uzunları 12 cm və 9 cm-dir. Onun hipotenuzunu tapın. Bunun hazır düsturu da var, amma hazır düsturunu deməyəcəm. Hazır düsturun haradan gəldiyini zaten burada görəcəksiniz. Bu düzbucaqlı üçbucaqdır. İti bucaq təpələrindən median çəkir. Median çəkilir bu şəkildə. C, A, B. Bura M deyirəm, bura D deyirəm. Median tərəfləri yarıya bölür. Bura A desəm, burada A'dır. Bura B desəm, burada B'dir. İndi bizə elə bil ki 2 AD-ni verib 12 BM-i də verib elə bil ki bizə neçə? 9. İndi əvvəlcə üçbucaq ACD-yə baxıram. ACD-yə. ACD düzbucaqlı üçbucaqdır. Pifaqor terimi yazsaq AC-nin kvadratı üstəgəl CD-nin kvadratı bərabərdir AD-nin kvadratına. AC bizdə nədir? 2B. Kvadratı 4B kvadrat. CD də bizdə A'dır. Kvadratı A kvadrat. Bərabərdir AD də bizdə 12-dir. Bərabərdir 144. İndi isə digər üçbucağa baxaq. Üçbucaq BMC. Yəni BMC-yə baxaq. Pifaqor terimi yazsaq CM-in kvadratı
BC'nin kvadratı bərabərdir BM'in kvadratına. C'm bizdə B'dir. B kvadrat üstə gəl. BC 2A'dır. Olacaq 4A kvadrat bərabər olacaq BM'in kvadratı. Yəni 9'un kvadratı 81. İndi verilən bu iki ifadəni mən tərəf-tərəf toplasam 5B kvadrat plus 5A kvadrat bərabər alınır neçə? 225'e. 5'e də bölsəm A kvadrat plus B kvadrat bərabərdir. 5'e böləndə elir 45. Bunu bildik. İndi böyük üçbucaqdan Pifagor teoremi yazsam AB'nin kvadratı, hipotenuzun kvadratı bərabərdir. Katetlərin kvadratları cəmi. Yəni 4A kvadrat plus 4B kvadrat. Bu da bərabər 4 vurulsun A kvadrat plus B kvadrat. Bu da bərabər 4 vur 49. Daha doğrusu 45. Yəni kök alsam 45'də yazıram 9 vur 5. Kök alanda AB bərabər olacaq. Deməli 4 dəfə 9 36. Buna kök 6 çıxır. 6 kökdə 5. 6 kökdə 5 aldığım hipotenuzdur. Bizdən deyir ki elə hipotenuz soruşur. Bəli, hipotenuz soruşur. Cavab olacaq 6 kökdə 5. Doğru cavab B variantı. Bunun hazır düsturu da var. Düsturu da demədim. Düsturu da buradan çıxır. Yəni birinci gruplar bunu çıxarışını bilsələr yaxşı olar. Növbəti sual 16-cı sual. Deyir ki, çoxhəllisinin əmsalları cəmini tapın. Çoxhəllisinin əmsalları cəmini tapmaq üçün x-in yerinə 1 yazırıq. X-in yerinə 1 yazsaq 3 çıx 5 plus 5 üstü 4 vurulsun. X-in yerinə 1 yazanda 4 plus 2 çıx 5 üstü 10. Birinci mütərizə 3 üstü 4 edir. İkinci mütərizə də edir 1 üstü 10. Və nəticə alınacaq 81. Yəni doğru cavabımız burada 81'e bərabərdir. Yəni Y variantı. Növbəti sual. Sadələşdirin. Burada bunların hər biri birinə bərabərdir də. Yəni 3 dənə olduğu üçün elə yazacağım onu. 3 vurulsun 36'da 23. Bu da olacaq 12'də 23. Yəni doğru cavabımız burada olacaq Y variantı. 18. sual. A plus B 4, AB hasılı mənfi 3 olarsa, A kub plus B kub ifadəsinin qiymətini tapın. A kub plus B kub nə deməkdir? A plus B, A kvadrat çıx AB plus B kvadrat. A plus B verilib, AB verilib. Mənə lazımdır A kvadrat plus B kvadrat. A kvadrat plus B kvadrat bərabərdir. A plus B cəmi verildiyi üçün yazıram A plus B'nin kvadratı. Bunun altında 2AB var. Solda 2AB olmadığı için onu çıxartmalıyam. Çıx 2AB. Şimdi qiymətləri yenə yazsaq. 4'ün kvadratı çıxılsın 2 vurulsun mənfi 3. Yəni 16 üstə gəl 6. Bu da edir 22. Şimdi qiymətləri yenə yazsaq. A plus B 4. A kvadrat plus B kvadrat 22. Çıxılsın AB. Çıx mənfi 3. 4 vurulsun 25. Bu da olacaq 100. Yəni doğru cavabımız burada D variantı 100'e bərabərdir. 19. sual. ABC üçbucağının meydanlarının kəsişmə nöqtəsindən BC tərəfinə çəkilən paralel düz xətt onun AB və AC tərəflərini K və L nöqtələrində kəsir. KL 12 cm, AB plus BC 27 cm olarsa AKL'i tapın deyir. Baxaq. Üçbucaq çəkək. Bu üçbucaqdır. İndi deyir ki, üçbucağın meydanın kəsişmə nöqtəsində BC paralel. BC. Bu meydanların kəsişmə nöqtəsi olsun. Haradasa burada bir yerdə. İndi deyir ki, BC paralel çəkilən düz xəttlər AB və AC tərəflərini kəsir K və L nöqtələrində. K və L nöqtələrində. İndi KL'i bizə 12 verib. KL'i 12 verib. Yəni buranı verib 12. AB ilə də BC-ni verib 27. AB ilə BC-nin cəmi. AB
BC. Cəmi 27 verib. PAKL soruşur. Nəyə bərabərdir? İndi baxa gör, sualda problem yoxdur, yoxsa yox. Burada sanki problem var. AB ilə BC yox, AB ilə AC olmalıdır burada. AB ilə AC-nin cəmi olmalıdır. Hə, AB-nin AC-nin cəmi olmalıdır. Burada medalın kəsişmə nöqtəsi dediyi üçün elə ki, mən bunu çəksəm bu şəkildə. Bura K'dırsa, bura 2K'dır. 2K'dır. Ona görə də mən bura X desəm, bura olur 2X. Bura Y desəm, bura olur 2Y. 2Y. Yəni birinizdə görünür 3X-lə 3Y-nin cəmini verib 27. X-lə Y-nin cəmi olur 9. Bizə lazımdır 2X, 2Y. 2X-lə 2Y-nin cəmi olacaq 18. Perimetr AKL olacaq 18. Üstəgəl KL də 12, yəni 30. Yəni cavab D variantı 30-a bərabərdir. Sadəcə mexaniki orada səhv gedib. Orada AC olmalıdır, BC yox. 20-ci sual və sual belədir. A-nın hansı qiymətində kəsr ixtisar olunandır? Kəsr ixtisar olunursa, deməli, sürətin vurğulardan biri 2-dir. Yəni, daha doğrusu x2-dir. Yəni, sürət x2-yə bölünməlidir. Deməli, sürətin vurğulardan biri x2-dir. x2-nin kökü 2-dir. 2-ni burada yerinə yazanda, 2 buranın kökü olması üçün 0-a getməlidir. 2-nin kubu, çıx 3 vur 2-nin kvadratı, çıx 2-ya plus 1 olmalıdır 0. 8 çıxılsın 12, çıx 2-ya plus 1 bərabər 0. Burada 2-ya bərabər olacaq. 2-ya bərabər olacaq. Mənfi 3-ə. 2-ya mənfi 3-dür. A da olacaq mənfi 1,5. Doğru cavabımız B variantı. 21-ci sual. AX bərabərdir BY bərabər CZ. O da bərabər 28 olarsa və 1 bölü X, 1 bölü Y, 1 bölü Z də 7-də 1 olarsa A plus B plus C cəmini soruşur. Burada nəyə baxırıq? AX 28 isə 1 bölü X də olacaq A bölü 28. BY 28 isə 1 bölü Y olacaq B bölünsün 28. CZ 28 isə 1 bölünsün Z olacaq C bölü 28. Gətirib burada yerinə yazsaq A bölü 28 B bölü 28 C bölü 28. Evet 7'də 1. Hər birini 28'ə vursaq A plus B plus C olacaq neçə? 4. Bizim də A plus B plus C cəmini soruşduğu üçün doğru cavabımız burada 4'ə bərabərdir. 22-ci sual və sual belədir. Sinifdə qızların orta yaşı 12, onların orta yaşı isə 16'dır. Olanlar sinifin 4'də 1 hissəsi olarsa, sinifdəki şagirdlərin orta yaşı neçədir? Onlar sinifin 4'də 1 hissəsi olarsa, sinif sayına deyirəm 4n. Oğlan sayı olacaq n. Çünki 4'də 1-idir. Qız sayı da olacaq 3n. Yəni qızların orta yaşı 12-dirsə, qızların yaşları cəmi orta yaşı vurmaq lazımdır qızların sayına. Yəni 3n vur 12. Olacaq 36n. Yəni qızların yaşları cəmi 36n'dir. Onların orta yaşı 16-dırsa, yaşları cəmi sayı vurmaq lazımdır 16'ya. Yəni 16n. Onların yaşları cəmi 16n'dir. Qızların da yaşları cəmi 36n'dir. 16n ilə 36n'dir toplayıb bölməliyik nəyə? Sinifin orta yaşı. Bölməliyik nəyə? 4n'ə. 52n'yi bölməliyik 4n'ə. Bu da 13. Yəni doğru cavabımız burada 13'ə bərabərdir. 23-cü sual. A ilə B-nin kəsişməsinin element sayısı 4'dür. A çıx B fərqinin element sayısının 3 misli, B çıx A fərqinin element sayısının 5 mislinə bərabərdir. Və birləşməni də verib 36. A element sayısını soruşur. Buradan rahat yol nədir? Venn diaqramla çəkməkdir burada. A, B. Deməli, kəsişmə 4'dür. İndi bura 3 ilə 5'in əkibi 15'dir. 15K desəm, 3 n A çıx B 15K'dırsa, deməli n A çıx B olacaq 5K.
Digəri də olacaq 3K. Birləşmə bunların cəmidir. Yəni 8K plus 4 bizə verəcək 36-nı. 8K bərabərdir 32-yə. K 4'dür. K'nı tapdıq 4. A element sayısını soruşur. A element sayısı 5K plus 4'dür. K 4 olduğu için 5 vur 4 plus 4. Nəticə olacaq 24. Deməli A'nın element sayısı burada 24'e bərabərdir. Yirmi sual. 3 bucaq ABC'də bucaq BAC 90'dan böyükdür. BC'nin ala biləcəyi ən kiçik tam qiymət soruşur. Kör bucağın şərti x digər tərəfin cəmindən kiçik olmalıdır. Böyük olmalı kök altında 6'nın kvadratı plus 4'ün kvadratından. Demek burada alınır kök altında 52 kiçikdir x, bu da kiçikdir 10'dan. Bu 7 tam onda neçə olduğu üçün x'in ala biləcəyi ən kiçik tam qiymət 8 olacaq. Yəni doğru cavabımız burada 8'e bərabərdir. 25-ci sual. Satıcı məhsulun satışından 40% qazanc götürmək istəyir. O məhsulun 1/3 hissəsini 50% qazancla satmışdır. Hədəfinə çatmaq üçün qalan məhsul neçə faizlə satmalıdır? İndi məhsula deyirəm, məsələn 60 olsun məhsul. Məhsuludur da 40% qazanc o deməkdir ki, 84 götürmək istəyir. İndi bu 60'ın 1/3'ini, yəni 20'ni satıb 50% qazancla, yəni 150 ilə satır. 150 ilə, yəni burada 30. Burada 30 olur. 150 ilə satanda 30. İndi deyir ki, hədəfinə çatmaq üçün qalan məhsul neçə faizlə satmalıdır? Qalan məhsul 40 qalır. İndi nə qədər qalır hədəfinə çatmaq üçün? 84'dür hədəfi. 84'dən 30 çıxanda 54. 54. Yəni 40'ı qaldırmalıyıq nəyə? 54'ə. Yəni 40'ı neçə faiz qaldırsam 54 verəcək. Məndən onu soruşur. İndi fərq nə qədərdir? 14. 14 bölü 40 vurulsun 100. Yəni bizdən bunu soruşur. Sıfırları biri gedir. 140 bölünsün 4. Bu deyir 35%. Demək qalan məhsulu da 35% ilə satsa hədəfinə çatacaq. Yəni doğru cavab burada 35%'dir. Növbəti sual 26-cı sual. A natural ədədinin 17'ye bölünməsində alınan atılan qismət m, qalıq isə m kvadratına bərabərdir. Baxın, A-nı 17'ye böləndə atılan qismət m, qalıq isə m kvadratdır. A-nın ən böyük qiymətini tapın. Qalıqlı bölmədə biz bilirik ki, qalıq böləndən kiçik olmalıdır. A-nın ən böyük qiyməti m-in ən böyük qiymətindən alınır. M maksimum 4 ola bilər. Ona görə A bərabərdir 17 vur 4 plus qalıq 4'ün kvadratı. 68 üstəgəl 16 84. Yəni doğru cavab burada 84'e bərabərdir. 27-ci sual. Uyğunluğu müəyyən edin. Baxaq. İndi burada nəyə fikir verəcəyik? Birincidə. Burada ən böyük ən kiçik qiymət söhbəti var. A 1 olarsa heç nə ən böyük ən kiçik qiyməti yoxdur. Heç birisi yoxdur. Yoxdur yazıram. Yoxdur. A 1'dən böyükdürsə ən kiçik qiymət var. A 1'dən kiçikdirsə ən böyük qiymət. Bu 1'ə aiddir. Keçəlim 2'yə. A -2-dirsə qiymət yoxdur. Nə ən böyük ən kiçik yoxdur. A -2'dən böyükdürsə ən kiçik qiymət. A -2'dən kiçikdirsə ən böyük qiymət. Bunu da yazdıq. 3'ə baxırıq 3'ə. 3'də görünür A'nın istənilən qiymətində ən kiçik qiymət olacaq. Niyə? Çünki modul A böyük bərabər 0'dır. Üzərinə 3 gəlsəm ən azı 3'dür. Ona görə burada A'nın istənilən qiymətində ən kiçik qiymət olacaq. Deməli baxın C variantı buna aiddir. C variantı yazdıq. Yalnız A böyükdür -2 olanda ən böyük qiymət alır. A böyükdür -2 ən böyük qiymət elə bir şey yoxdur. Bu səhv deməkdir. Bunlar aid deyil. Yalnız A 1'dən kiçik olduqda ən kiçik qiymət alır. A 1'dən kiçik olduqda ən kiçik qiymət alır. Belə bir şey yoxdur.
A1 olduqda nəyin kiçik, nəyin böyük qiyməti var? A1 olduqda 1'ə aiddir. 1'ə D variantı. Sonra A mənfi 2 olduqda nəyin kiçik, nəyin böyük qiymət alır? O da 2'ə aiddir. 2'yə də Y variantı. Deməli, doğru cavabımız bu şəkildədir. 1D, 2Y, 3C. Keçirik 28-ci sual. İki natural ədəddən birini 30% artırıb, digərini 40% azaltsaq, onların cəmi dəyişməz. Bu ədədlərin əlçobu 96 olarsa, kiçik ədədi tapın. Deməli, biri A-dır, bir də B-dir. Deyir ki, cəmləri dəyişməz. Deməli, cəmləri A plus B-dir. İndi birini 30% artırsam, olacaq 1,3A. Digərini 40% azaltsam, olacaq 0,6B. Cəm 1,3A, üstəgəl 0,6B. İncəmələri dəyişməz. A plus B bərabərdir 1,3A, üstəgəl 0,6B. Burada çıxır ki, 0,3A bərabərdir 0,4B-yə. Ona vursam, 3A 4B-yə bərabərdir. Deməli, A'mız 4K'dır, B'miz də 3K'dır. Onda yazırıq əlçob AB, yəni 4K, 3K. Evet, 96. 4, 3K. 4K, 3K. K ortadır. K'nı çıxardırıq. Əlçob 4, 3. Bərabər 96. 4'dən 3 qarşılıq sayıdır. Əlçob olacaq hasilləri. Yəni 12. Burada çıxır ki, K neçədir? K 8'dir. K 8. K 8'dirsə, bizdən kiçik ədəd soruşur. Kiçik ədəd də 3K'dır. 3 dəfə 8, 24. Yəni doğru cavab burada olacaq 24. Bu qəşəng sualdır. Xoşum gəldi. 29-cu sual. Deyir ki, çoxhəllisinin ən kiçik qiymətini tapın. Burada nə edəcəm? Baxın, bunu parçalayacağım. Yazıram x kvadrat. Bunu yenə yazıram 4x plus 4 yazsam tam kvadratdır. Bir də x kvadrat. X kvadrat. Hətta belə yox. Belə yazsam alınmayacaq. 2x kvadrat, 2x kvadrat. Çıx 4x plus 2 yazsam. Bir də y kvadrat plus 6y plus 9 yazsam. 9, 2'dən 9'un cəmi, 2'dən 9'un cəmi. Bizə 11 verib, amma burada 3 verdiği üçün 8 çıxmalıyam. Şimdi baxın, buradan 2'yi mütərizə xaricində çıxartsam, alınacaq x1'in kvadratı. Burada y plus 3'ün kvadratıdır. Çıx 8. Baxın, bu kvadratdır, bu da kvadratdır. Heç biri heç vaxt mənfi ola bilməz. Ona görə də hər ikisi 0 olanda verilən ifadənin ən kiçik qiyməti olacaq mənfi 8. Yəni bunlar hər ikisi 0-a gələndə mənfi 8 çıxacaq. Doğru cavabımız burada mənfi 8'ə bərabərdir. Yəni x 1 olanda, y də mənfi 3 olanda. 30-cu sual. Deyir ki, ispat edin ki, üçbucağın hər hansı alfa bucağına qonşu olmayan xarici bucaqların tənbəyənləri arasındakı bucaq 90 dərəcə çıx alfa bölü 2'ye bərabərdir. Maraqlı bir ispat sualıdır. Baxaq. Bu olsun üçbucağımız. Bu da alfa. İndi bunu uzadacağım bu şəkildə. Bunu da bu şəkildə uzadıram. İndi bu alfa qonşu olan xarici bucağın tənbəyənləri arasındakı bucaq. Bu bucaqla, baxın, bu tənbəyənlər, bu ikisi arasındakı bizdə baxın bu bucağı soruşur. Yəni deyir ispat edin ki, x bərabərdir 90 dərəcə çıx alfanın yarısına bərabərdir. İndi mən bura beta deyirəm, burada beta olacaq. Bura gamma desəm, burada gammadır. İndi buradakı xarici bucağı tapsam, xarici bucaq nə olacaq? 180 çıx alfa. Biz bilirik ki, üçbucağın xarici bucaqlarının cəmi 360'dır. Ona görə yazıram. 180 dərəcə çıx alfa, üstə gəl 2 beta, üstə gəl 2 gamma, bərabərdir 360'a. Buradan alınır ki, 2 beta, üstə gəl 2 gamma, bərabərdir 180 dərəcə plus alfaya bərabərdir. 2 ilə bölsəm, beta plus gamma bərabər 90 dərəcə plus alfanın yarısı. Bu beta ilə gammanın cəmini tapdıq. İndi bu qırmızı üçbucaq, yəni dedim, indi bu üçbucaqdan, verilən bu üçbucaqdan yazıram. X plus alfa plus beta bərabər 180. 180. İndi
Alfa plus beta yazdım. Üzülür sayın. Beta plus gammadır. Beta plus gamma. Beta plus gammanı tapmışam. Yerine yazsam x plus 90 derece. İşte alfanın yarısı beraber 180 dereceye. Burada x beraberdir 90 derece. Çık alfanın yarısı. Bakın geldi çıktı. İspat olundu. Yani cevabımız olacak 90 derece çık alfanın yarısı. Bu da ispat bu şekilde. Maraqlı bir sual idi. Şimdi birinci grup sualları bitti. Şimdi bundan sonraki suallar artı. Bundan sonraki suallar. İkinci grubun situasiya suallarıdır. İkinci grubun situasiya sualları. İndi onlara baxaq. 3 dənə suallı, onlara baxaq. Burada iş bitəcək. İndi deyir ki, 30 tələbə öz universitetlərin üçbucaq şəkilli parkın ətrafına bərabər məsafədə ağaclar bastırmalı idilər. Bir ağacın qiyməti 10 manatdır. Üçbucaq şəkilli deyir. Üçbucaq şəkilli. İndi deyir ki, tərəflərin uzunluqları 36, 48 və 60'dır. İndi deyir ki, tələbələr ən azı neçə manat pul xərcləyəcəklər. Tələbələr burada, yəni ağac basdıracaqlar üçbucaq şəkilli parkın ətrafına. Deyir ki, ən az neçə manat pul xərcləyəcəklər. Deməli, ağacların sayı minimum olmalıdır ki, yəni az pul xərclənsin. Ağacların sayında minimum olması üçün məsafə maksimum olmalıdır. Məsafə, bərabər məsafə dediyi üçün məsafə ilə bir ədəd olmalıdır ki, 36, 48, 60 ona bölünsün. Ona görə də məsafə 36, 48 bir də 60'ın əbobuna bərabərdir. İndi burada mən 12 mütərizə xaricinə çıxartsam, əbob 3, 4, 5. Burada artıq ortaq yoxdur. Bu 1'dir. Əbobları 1 olacaq. Nəticə 12. Deməli, 12 metrdən 1 olmalıdır. İndi neçə ağac əkiləcək onu tapım. Ağacların sayını tapmaq üçün perimetri bölmək lazımdır məsafəyə, yəni 12'yə. 36 plus 48 plus 60 böl 12. Bu da 3 plus 4 plus 5. Bu da bərabərdir 12. 12 ağacdır. Hər bir ağac 10 manat olduğu üçün nəticə olacaq burada 120 manat. Yəni 12 manat 120 manat. Deməli doğru cavabımız burada 120'ye bərabərdir. İkinci növbəti 29 sual. Tələbələrdən 12'si qız, 18'i oğlandır. Qızlar oğlanlardan neçə faiz az, oğlanlar qızlardan neçə faiz çoxdur. Birinci deyir ki, qızlar onlardan neçə faiz az. Ona görə olanları mən götürəcəm 100%. Nə qədər azdır? 6. 6'ını götürəcəm x faiz. Digər nəticə soruşur. Olanlar qızlardan neçə faiz çoxdur. Qızları burada 100% götürürəm. 6 çoxdur. 6 nəfər çoxdur. 6'ını götürürəm y faiz. Şimdi buradan alınır 18x bərabərdir. 100 vurulsun 6'ya. Burada x bərabərdir. 100 bölünsün 3. Yani 33'ten 3'te 1 faiz. Burada ise alınır 12 y bərabərdir 600'e. Y bərabərdir 50 faiz. Bunda ise 50 faizdir. Yani onlar qızlardan 50 faiz çoxdur. Qızlar onlardan ise 33'ten 3'te 1 faiz azdır. Deməli birinci gəlir 33'ten 3'te 1 faiz. İkinci de gelir 50 faiz. Yani doğru cevabımız bu şekilde olacak. İkincisi növbəti suala. Növbəti suala deyir ki, parkın iki tərəfinin uzunluğu 36 və 48 metr olarsa, üçüncü tərəfini ala biləcəyi ən böyük və ən kiçik tam qiymətlərin cəmini tapın. Burada artıq üçbucağı bərabərsizlik olacaq. Üçüncü tərəf digər iki tərəfin cəmindən kiçik olmalıdır. Onların fərqinin modulundan isə böyük olmalıdır. 36'dan 48'in fərqi mənfi 12 modulu 12. Cəmləri isə 36, 48 cəmləri isə eləyir neçə? 84. Ən böyük və ən kiçik tam qiymətlərin cəmi 13'dən 83'ün cəmini soruşur. Nəticə olacaq 96. Yəni burada doğru cavab 96'ya bərabərdir. Sualların icabı bu qədər. Kanala abunə olmağı və videoları bəyənməyi unutmayın.